gün noyabrın 25-i Kəlbəcər şəhəri günüdür. Rayonu Ermənistan işğalçı ordusunun tərk etməsindən 5 il ötür. Bölgə TV bildirir ki, Prezident İlham Əliyevin 2023-cü ilin iyulun 31-də imzaladığı sərəncama əsasən hər il noyabrın 25-də Kəlbəcər şəhəri günü təntənəli şəkildə qeyd edilir. Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan ordusunun vətəni müharibəsindəki uğurlu hərbi əməliyyatlar nəticəsində mümkün olub. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da 44 günlük müharibənin nəticələrinə uyğun olaraq imzaladıkları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə müddəti noyabrın 25-nədək uzatdı. Xatırladaq ki, terrorçu işğalçı erməni silahlı dəstələri 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal etmişdi. İşğal nəticəsində 53.340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbiçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb. Hazırda Kəlbəcərdə bərpa yenidən qurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. Rayon ərazisində yolların tikintisi, bütün infrastrukturun bərpası istiqaməti üzrə müvafiq işlər davam etdirilir. Rəna Rövşən qızı, BTV.